Salam, dəyərli dostlar, əziz həmkarlar, hər vaxtınız xeyir olsun. Ədəbiyyat dərslərimizə davam edirik. Bugün Köroğlu dastanından Durna Teli qolunun məzmununu və təhlilini öyrənəcəyik. Şəkillərdə siz Köroğlu Durna Teli qolu ilə bağlı çəkilmiş və mənim də çox xoşuma gələn rəsmləri görürsünüz. İndi başlayaq əsərin əvvəlcə məzmununu öyrənməyə. Durna Teli qolu bu cür başlanır. Əsərin məzmununa başlayırıq, məzmununu öyrənməyə bu şəkildə başlanır. Köroğlunun bir xasiyyəti vardı ki, boş vaxtlarında həmişə dəlilərlə məşq eləyirdi. Demək, bu qol Köroğlunun boş vaxtlarında dəlilərlə məşq etməsi ilə başlanır. Bu zaman nə edirlər? At minmək, neyzə oynatmaq, qılınc vurmaq, qalxan tutmaq, ox atmaq onların səhər-axşam peşələri idi. Köroğlu Dəmirçioğlu da yanında bir uca yerdə durub məşqə baxırdı. Deməli, məşq edir, Köroğlu hündür bir yerdə durub, gedən məşqə baxır. Yanında Dəmirçioğlu var və bir də xanımlar. Xanımlar da onların yanında idilər. Bir də baxdılar ki, budur, bir dəstə atlı çapa-çapa gəlir. Qabaqlarında da Eyvaz. Amma Eyvaz, nə Eyvaz? Durna telindəki sancıb başına elə bir qeysər balasıdır. Başına çıqqa qoyub. Nigar xanım baxdı, özünü saxlaya bilmədi. Üzünü Köroğluya tutub dedi: Köroğlu, bir bu yana bax, gör o gələn kimdir? Sən demək, Köroğlu da elə ona baxırmış. Nigar deyəndə Köroğlu sazı bastı döşünə, dedi: Demək, dəlilərlə birlikdə məşq gedir. Məşqə baxırlar, Köroğlu, Dəmirçioğlu, bir də xanımlar. Nigar xanım, Telli xanım və digər xanımlar yanlarındadır. Birdən görürlər ki, uzaqdan bir dəstə gəlir və onların qabağında da Eyvaz. Eyvazın kimliyi artıq məlumdur. Köroğlunun özünə oğul etdiyi bir gənc yeniyetmə bir oğlandır. Onu görüb həm Köroğlu, həm də Nigar xanım təsirlənirlər və Nigar xanım Köroğludan o gələnin kim olduğunu soruşur. Sən deməklə Köroğlu da ona baxırmış. Köroğlu sazla burada dediyi şeir parçasına baxaq. Nigar xanım, sənə deyim, bu gələn Eyvaz, bu gələn. Əynindəki polad geyim, bu gələn Eyvaz, bu gələn. Eyvazım 15 yaşında, qudrət qələmi qaşında. Durna teli var başında, bu gələn Eyvaz, bu gələn. Demək, Köroğlu sazla sözünü deyir ki, gələn Eyvazdır. Əynində biz bu Köroğlunun dediyi sözlərdən nə anladıq? Köroğlunun Eyvazın əynində poladdan geyim var, 15 yaşındadır və başında da Durna teli var. Bu şeir janrı geri gəlmişkən qeyd eləyək ki, gəraylıdır. Hecaların sayı 8-8, gəraylının 1-2 bəndidir. Telli xanım da burada idi. Dəmirçioğlu sağalmışdı deyin, onun da kefi saz idi. Baxıb birdən qayıtdı ki, Telli xanım Dəmirçioğlunun həyat yoldaşdı. Dəmirçioğlu xəstəlikdən sağalmışdı, yaraları sağalmışdı və ona görə Telli xanımın da kefi kök idi. O da baxır dəlilərə və birdən qayıdır, nə deyir? Deyir ki, Nigar xanım, görürsənmi? Durna teli Eyvaza necə yaraşır? Gör o kişiləri elə yaraşanda bizə necə yaraşar? Gəl uşaqları göndərək, gedib bizə də Durna teli gətirsinlər. Elə bu sözdə Eyvaz gəlib çatdı onların bərabərinə. Atdan düşüb Nigar xanıma, Köroğluya, Dəmirçioğluna, xanımlara salam verdi. Sonra özünü Köroğluya tutub dedi: Eşidirsənmi? Xanımlar Durna teli istəyirlər. İzin ver gedim onlara Durna teli gətirim. Demək, Telli xanım bu sözləri o vaxt deyir ki, dəstə qabaqlarında Eyvaz olan dəstə gəlib onların bərabərinə çatır və bunu sözləri Eyvaz eşidir. Eşidən kimdə Köroğludan rüsxət istəyir, izin istəyir ki, qoy gedib xanımları Durna teli gətirək. Köroğlu bir istədi izin verməsin. Qorxdu ki, gedə başına bir xəta zad gələ. Bir də fikirləşdi ki, getsə yaxşıdır. İgidin başı qaldı gərək. Bəlkə boşa düşsə yaxşıdır. Döndü Nigar xanıma soruşdu. Nə deyirsən? Getsin, getməsin? Demək, buradan görürük ki, Köroğlu əvvəlcə izin vermək istəmir. Qorxur. Nədən qorxur? Başına bir xəta zad gəlməyindən qorxur. Amma sonra da fikirləşir ki, qoy getsin.
İgidin başı həmişə bəlkə başa düşsə yaxşıdır. Və buna görə də qismən belə deyək, içində, ürəyində özü razılıq verəndən sonra Nigar xanımdan soruşur ki, sən nə deyirsən, getsin yoxsa getməsin? Nigar dönüb Eyvaz'a baxdı. Gördü valla, Eyvaz elə baxır ki, elə bir gözləri ilə dil olub yalvarır. Ürəyi tablamadı. Onu sındırmaq istəmədi, izin verdi. Demək Nigar xanım da tərəddüdlə izin verir. Çünki dönür Eyvaz'a baxır, o da gözündən uzaq qoymaq istəmir, amma Eyvazı görəndə sanki Eyvaz deyir, gözləri ilə yalvarır. Ona görə də icazə verir. Yol uzaq olduğuna görə Eyvaz qıratı minir. Dəmirçioğlu ilə Bəlli Əhməd də hərəsi bir seçmə at minib yola düzəldilər. At sürdülər, dərə keçdilər, düz getdilər, gəlib Bağdad ətrafına çatdılar. Demək Eyvazla birlikdə həm Dəmirçioğlu, həm də Bəlli Əhməd gedir. Eyvaz Köroğlunun qıratını minir. Dəmirçioğlu ilə Bəlli Əhməd də hərəsi yaxşı bir at minib yola düzəldilər, gəlib çatırlar Bağdada. Demək Bağdad ətrafına gəlib çatdılar və baxdılar ki, burada o qədər durna var ki, çınqıl kimi. Atları ota buraxıb, özləri ox yaylarını götürüb başladılar durna vurmağa. Birini, 5'ini, 15'ini qərəz 1-2 saatın içində bir alim durna vurdular. Əyləşib bunların tellərini yolub heybələrə yığdılar, ətlərini də kabab çəkib xurma ağacının dibində yeməyə başladılar. Ola durna ətinin kababı, xurma ağacının sərini yeyib, içib, hərəsi bir tərəfdə yoxya getdi. Deməli, 1-2 saat ovovladılar, xeyli durna vurdular, tüklərini, tellərini, durna tellərini yolub heybəyə doldurdular, ətini də kabab çəkdilər, yedilər və sərin, yorğun, uzaq yol gəlmiş adamlardır, xurma ağacının kölgəsində yeyib, içib yatdılar. Sən demə, Bağdad paşası Aslan Paşanın qoruqçusu bunlara göz qoymuş. Elə ki, onlar yoxuya getdilər, qoruqçu daban aldı Aslan Paşanın yanına ki, bəs nə oturursan? 3 nəfər nabələd adam gəlib. Bunun da bu nişanda. Özləri də filan bulağın başında yatıblar. Amma içlərində bir nəfər var, lap Köroğlunun özü də ki durub. Qoruqçu Köroğlu adını çəkcək, Aslan Paşa qoşun böyünü çağırıb hökm elədi ki, hazırlaşın. Demək, bunlar yatır, yatan kimi Aslan Paşanın qoruqçusu bunlara göz qoymuş, yoxya getdiklərini görən kimi gedib Aslan Paşaya xəbər verir və içlərində bir nəfərin lap Köroğluya oxşadığını da bildirir. Bəli, qoşun yığılıb, təbir vuruldu, qoşun yığıldı, yaraqlanıb, yasaqlanıb, yola düzəldilər, yola düşdülər. Qırat ayaqlarını geri döyüb kişnəməyə başladı. Dəmirçioğlu ilə Bəlli Əhməd Qıratın səsinə yuxudan ayılıb gördülər ki, qoşun 4 bir yan tutub. Qoşun hərəkətə gələndə Dəmirçioğlu bir dəli nəri çəkib əl atdı Misri qılınca. Dəlilər 3 tərəfdən özlərini vurdular Dəryai ləşkərə. Sağdan vurdular, soldan çıxdılar, soldan vurdular, sağdan çıxdılar. Deməli, qoşun gəlib çatanda Qırat ayaqlarını yerə döyüb kişniyir, səsə əvvəlcə Dəmirçioğlu ilə Bəlli Əhməd ayılır və qoşunu görürlər, hərəsi bir qılınca əl atıb, Eyvazda ayılır, ayıldırlar Eyvazı, 3 tərəfdən özlərini vururlar qoşuna. Qoşun dönmüşdü çəyirtkəyə, gəldikcə gəlirdi. Nə qədər qırırdılarsa, nə qoşunun dalı kəsilirdi, nə də ki bir yol tapıb aradan çıxa bilirdilər. Piyadalıq dəlləri əldən dildən saldı. Burada ixtisarla verildiyinə görə dərslik hissəsində bəzi şeyləri deyək. Demək, əvvəlcə bunların atlarını ələ keçirdirlər. Hər 3 atı dəlilər piyada qalır. Atının üstündə olsaydılar, əgər onları ələ keçirmək ümumiyyətlə mümkün olmazdı. Amma 3 tərəfdən piyada olduqlarına görə hər tərəfdən və qoşun da dönmüşdü çəyirtkəyə, yəni ki, qoşun dönmüş çəyirtkəyə gəldikcə gəlirdi bu cümlə, testləri çox düşür. Sizə də yəni ki, tanış gəldi bu cümlə. Və aradan çıxa bir, burada yeri gəlmişkən deyim ki, burada mübaliğə işlənir. Qoşun dönmüşdü çəyirtkəyə deyəndə, çəyirtkə sözü düzdür, insanı kiçiltmək mənasındadır, amma çəyirtkə sürü ilə çox olduğuna görə, yəni gəldikcə gəlirdi, o mənada şişirdilib burada.
Piyada olduqlarına görə dəlilər əldən dildən düşürlər, amanları kəsilir və bunları bir-birindən ayrı salırlar. Üçü bir yerdə olsaydı yenə də çətin olardı, amma bir-birindən ayrı salıb, təkləyib, hər üçünü tutub atları ilə birlikdə gətirirlər şəhərə. Demək, bunları gətirdilər şəhərə və bundan sonra deməli, indi bunlar üçünü də tutub atları ilə bərabər gətirdilər şəhərə. İndi bunlar burada qalmaqda olsunlar, sənə kimdən deyim? Xoca Əzizdən. Xoca Əzizin adını biz Köroğlunun bir neçə qolunda adı çəkilir. Köroğlunun yaxın dostlarından biridir. Köroğlunun deyil, bir bəzirgan dostu var idi. Adı Xoca Əziz idi. Qoşun elə ki, Eyvazgili tutub şəhərə tərəf gəlməyə üz qoydu. Bazara səs düşdü ki, bəs 3 nəfər quldur tutublar. Asmağa aparırlar. Bazar adamı hamısı çıxdı onların tamaşasına. Xoca Əziz də bu adamların içində idi. Xoca Əziz gördü, nə tutulan Eyvazda. Dəmirçi oldu, bir də Bəlləhməddir. Dünya aləm Xoca Əzizin gözündə qaraldı. Dedi, ey dilib dadı bidat, bu zalım oğlu, zalım uşaqları öldürəcək. Qaldı mat məəttəl ki, nətər eləyim. Mənim burada əlimdən bir iş gəlməyəcək. Ticarət deyil ki, 1000 dənə Bağdad tacirini bir xoruza yüklüyüm. Xəbərə getsəm, buradan çıxanda belə ən azı bir həftəlik yoldur. Mən gedəsi, xəbər verəsi, Köroğlu gələsi, yəni ki, onları öldürərlər. Demək, Xoca Əziz bunları görən kimi tanıyır, hər üçünü tanıyır və elə bil dünya aləmdir gözündə qaralır və fikir eləməyə başlayır ki, neynəsin? Özünün əlindən tək burada bir şey eləyə bilməz. Necə eləsin? Buradan kəndi belə getmək bir həftəlik yoldur. Gedəsi, xəbər verəsi, bir həftədən sonra onların bura gəlməyi, yəni ki, dəliləri öldürərlər. Ona görə Xoca Əziz elə düşünə qalmışdı və bu anda nə baş verdi? Elə Xoca Əziz elə bu götür qoy dedi ki, bir də gördü budur. Tustaqlardan biraz aralı 3 dənə at gətirirlər. Belə baxanda Qırat tanıdı. Demək, Xoca Əziz baxan kimi Qıratı tanıyır. Və öz-özünə deyir ki, ey dili qafil, tapmışam. Nə tər olsa gərək Qıratı ələ keçirib Köroğluya xəbər çatdıram. Bunu deyib Xoca Əziz düşdü onların dalına, gəl ha gəl, gəlib çatdılar Aslan Paşanın imarətinin qabağına. Aslan Paşa dedi, özlərini zindana salın, atlarını bura gətirin. Mehtərlər də atları çəkdilər Aslan Paşanın qabağına. Aslan Paşa əmr elədi. Mehtərbaşı qabaqca Dəmirçioğlunun atını minib gərdişə gətirdi. Bir o başa sürdü, bir bu başa sürdü, gətirib Aslan Paşanın qabağında saxladı. At Aslan Paşanın xoşuna gəldi. Ondan Mehtərbaşı Bəlləhmədin atını minib cövlanə gətirdi. Aslan Paşa bu atda bəyəndi. Növbə Qırata gəldi. Bəli, Mehtərbaşı Qıratı mindi. Nə qədər elədisə at yerindən tərpənmədi. Mehtərbaşı axırda hirslənib ata bir dənə taziyanə çəkdi. Qırat biraz da qulaqlarını salladı. Mehtərbaşı bir taziyanə də çəkəndə at quyruğunu qısdı. Gözlərinin birini yumdu. Axsiya yeriməyə başladı. Aslan Paşa gülüb dedi. Burada orijinalda belə bir yer var ki, Qırat elə biraz qanırmış. O qəsdən belə eləyir ki, onun Qırat olduğunu bilməsinlər. Və Aslan Paşa da gülür, deyir ki, görünür ki, bunların ikisi ağadı, biri nökərdir. Bu nökərin atıdır. Çünki elə sir-sifətindən də nökərə oxşayır. Sonra üzünü Mehtərbaşıya tutub dedi. O iki atı ilxiyə qat. Bu ələngini də veri qoyruqçuya. Qoy aparıb minsin. Yenə ayağını yerdən götürər. Demək, bu atı, Qıratı, özünü axsaxlıya vuran nökərin atı hesab olunan atı Qarovulçuya verirlər. Çünki Qarovulçu bu adamların 3 igidin tutulmağına səbəb olub xəbər gətirmişdi. Qıratı verdilər Qarovulçuya. Aslan Paşanın hərəkəti Qarovulçuya yaman dəymişdi. O gətirdiyi xəbərə görə anam gözləyirdi, xələt gözləyirdi. Odur ki, qoruqçu yaman pərt olmuşdu. Xoca Əziz işi belə görəndə ürəyində Qırata afərin dedi. Sonra cəmaatı yarıb özünü qoruqçuya yetirdi, dedi. Demək, Qarovulçu çox pis olur bundan ki, Aslan Paşa niyə ona elə belə bir dənə axsaq yabı verdi. O gözləyirdi ki, böyük ənam verilsin, ona xələt gözləyirdi.
Amma çox pərt olur bundan. Xoca Əziz də bunu görəndə ürəyində Qırata afərin deyir və sonra tez özünü Qarolçuya getirib deyir: "Aya qoyruqçu, neçə verim bu yabıya?" Söz qoyruqçunu lap götürdü. Başladı söyüb savaşmağa. Xoca Əziz onu danlayıb başladı dəlil dəlail eləməyə ki, balam, day bizi niyə söyürsən? Biz nə günahın sahibiyik? Qərəz o yan bu yan, Xoca Əziz yağlı dilini işə salıb qoruqçunun hirsini yatırdı. Atalar deyiblər ki, tacir tüccar atalar deyiblər ki, tacir tüccar dili ilanı yuvasından çıxardar. Axırı ki, Xoca Əziz biraz pul verib qıratı qoruqçudan aldı. O qədər gözlədi ki, qaş qaraldı, ocağı asıb qırsaqqızı tökdü tiyana. Ərdi belə də mum kimi. Demək, Xoca Əziz şirin dilini işə salır, Qarolçunun hirsini yatırır, biraz pul verib yabını ondan alır, götürür gəlir evə və gözləyir ki, axşam olsun, hava qaralsın. Ocağı asır, qırsaqqız düzəldir, tökür tiyana, əridir, eləyir mum kimi. Qırsaqqızı nə məqsəddən eləyir, indi biləcəyik. Sonra bunu bezin üstünə sürtüb möhkəm sarıdı. Sonra həmin qırsaqqızı tökür bir dənə parçanın üstünə, möhkəm sarıyır, qıratın belinə qoyur, möhkəm sarıyır o atın belinə, özü də çıxıb oturur atın üstündə. Qırsaqqız Xoca Əzizi elə tutdu ki, kəndir qayış kimi. Deməli, bunu o məqsəddən eləyir ki, atın üstündən yıxılmasın. Elə ki, Xoca Əziz arxayınlaşdı, bildi ki, day yıxılmayacaq, atın başını bir balaca boşaltdı. At götürüldü, nə götürüldü? Yazıq Xoca Əzizdən nə xocalıq qalmışdı, nə əzizlik. Bayaxa huşunu itirdi. At nə qədər yol getdi bilmədi, necə getdi bilmədi. Bir də at bərk kişnədi, Xoca Əziz atın səsinə gözlərini açıb gördü Çənlibellədir. Deməli, özünü atın belinə yapışdırandan sonra, bir də belə deyək, qırsaqqızla özünü atın belinə yapışdırandan sonra, burada qıratdır. Qırat götürülür Çənlibelə tərəf. Çox sürətlə elə Xoca Əziz də huşunu itirir və bir vaxt ayılır ki, artıq Çənlibellədir. Dəllər qıratın səsini eşitcək tökülüb gəldilər. Qırat süzüb düz Köroğlunun qabağında dayandı. Üzünü gəldiyi tərəfə tutub elə kişnədi ki, dağ daş lərzəyə gəldi. Köroğlu vəfalı atının başını qucaqlayıb, üzündən gözündən öpdü. Baxdılar ki, atın üstünə bir adam var, amma özündə deyil. Yapışdılar qolundan ki, düşürsünlər, hat çəkdilər, qopmadı ki, qopmadı. Axırda baxıb gördülər ki, özünü qırsaqqızla ata yapışdırıb. Kişini elə bez qarışıq atdan götürüb yerə qoydular. Köroğlu baxdı ki, Xoca Əzizdir. Disu, zad Xoca Əziz özünə gəldi. Köroğlu soruşdu, bu nə əhvalatdır? Xoca Əziz dedi, Eyvazı Dəmirçioğlunu bəlləhmədi, Aslan Paşa tutub zindana salıb. Özünü tez yetirməsən, bir də onların üzünü görməyəcəksən. Elə bir dəlilərin üstünə su səpdilər. Xanımlar hamısı başlarını aşağı saldılar. Köroğlu dönüb Nigarə baxdı. Gördü vallah, Nigar bir haldadır ki, alma yanaqları Səmərqənd kağızı kimi ağarıb. Alı gözləri bahar buludu kimi dolub. Yaqut dodaqlar bir dəqiqədə elə solub, elə bir lalət şaxtaya düşüb. Dünya Köroğlunun gözündə qaraldı. Əlini atıb qıratın yüyənindən tutdu. Elə qəzəblə ata sıçradı ki, qıratın əvəzini ayrı bir at olsaydı çoxdan beri sınmışdı. Köroğlu dedi, mən getdim, siz dalımca gələrsiniz. Bağdad bağlarında sizi gözləyəcəyəm. Kim səhər tezdən hamıdan qabaq gəlib mənə salam versə, 100 qızıl alacaq. Bunu deyib atın başını boşaltdı. Qırat iki dal ayaqlar üstə qalxdı. Bağdad tərəfə üz qoydu. Demək aydın oldu. Xoca Əzizi atın üstündən bez qarışıq düşürtdülər yerə. Köroğlu məsələdən agah olandan sonra sanki dəlilərin üstünə su çilənir. Xanımlar, hər kəs başını aşağı salıb durur. Köroğlu cəld minir ata və deyir ki, dəlilərə tapşırıq ver ki, mən getdim. Siz də gəlirsiniz, Bağdad bağlarında sizi gözləyəcəm. Hər kim gəlib birinci mənə salam versə, 100 qızıl alacaq. Bunu deyir və qırat yola düşür. Dəlilər də tələm-tələsik hazırlaşdılar, yarıqlanıb, yasaqlanıb yola düşdülər. Səhər dan geri söküləndə Köroğlu bir də gördü ki,
Demək burada bir şey qeyd edeyim. Görürsüz, təsəvvür edirsiniz. Bir həftəlik yol idi. Bağdaddan Çənlibelə qədər. Amma gecə hava qaralan kimi Xoca Əziz Bağdaddan çıxır, gəlir və səhər tezdən dəlilərlə birlikdə dəlilər özləri də səhər dan yeri söküləndə artıq Bağdaddadılar. Hər biri Bağdada çatıblar. Səhər dan yeri söküləndə Koroğlu bir də gördü ki, Dəli Mehdər, Kosa Səfər, Çopur Mehdi, İsabalı, Tüt dağdan, toxmaq vuran, halay pozan, tanrı tanımaz, dil bilməz. Onun qabağında əl qılıncda dayanıblar. Beri baxanda gördü ki, Bağdad bağında xurmanın sayı var, amma dəlilərin sayı yoxdur. Koroğlu dəlilərə hay vurdu. Hamı atlandı. Yavaş-yavaş şəhərə tərəf sürməyə başladılar. Biraz getmişlər, gördülər bir qoca kişi taxıl biçir. Amma elə ağlayır ki, yaş gözündən dolu kimi tökülür. Məsələ aydın oldu, burada dəlilərin adı çəkilir. Hamısı gəlib çatdılar və yola düşürlər. Biraz gedirlər, Bağdada tərəf, şəhərə tərəf gedirlər. Biraz gedəndə bir qoca taxılçını görürlər ki, taxıl biçə-biçə bir qoca kişi ağlayır. Koroğlu yaxın gəlib soruşdu. Ay əmi, niyə ağlayırsan? Qoca heç başını da qaldırmayıb dedi. Nə edirsən? Səndən ki, mənim dərdimə dərman olmayacaq. Çıx yolunla get. Qoca sözün nə qədər yayındırmaq istədisə, Koroğlu əl çəkmədi. Kişi gördü olmayacaq. Axırda dedi. İndi ki əl çəkmirsən, qabaqca mənə de görüm sən kimsən? Bu başındakı dəstə tifaq nədir? Koroğlu dedi. Mən Muradbəyli tərəfdənəm. Buradan mal almağa gəlmişik. Yollar şuluqdur deyin, belə yaraqlı, yasaqlı gəlmişik. Demək, kişinin ağladıqlarını, ağlamağını görürlər. Koroğlu ondan niyə ağlamağını soruşur. Həmin adam da Koroğludan kim olduğunu soruşur. Koroğlunun cavabı Koroğlu olduğunu demir. Deyir ki, Muradbəyli tərəflərdənəm. Mal almağa gəlmişik. Yəni yollar şuluqdur deyin, belə yaraqlı, yasaqlı gəlmişik deyir. Kişi biraz dayandı. Gözünü silib dedi. Kişi biraz dayandı, gözünü silib dedi. Bizim bu Bağdadda bir paşa var. Adına Aslan Paşa deyirlər. Çox namərd, çox müxənnət, çox da hiləgər adamdır. İndi 3 gündür ki, Koroğlunun 3 dəlisini tutub zindana salıb. Dünən car çəkib xəbər verib ki, bugün onları astıracaq. Bala, doğrusu ki, mən elə mərd oğulların belə namərd əlində ölməyini qəbul edə bilmirəm. Əgər mərd-mərdanı meydan atsaydı, təkbətək vuruşub öldürsəydi, mənə yer eləməzdi. Neynim? Qocalığın üzü qara olsun. İndi mənim 100-dən artıq yaşım var. Əlimdən bir iş gəlmir. Atalar deyiblər, adam əli ilə iş görə bilmədi, gücü verər dilinə. Dildəki oldu bağlı, ixtiyarı oldu bəylər paşalar əlində. Onda ələc qalır gözə. Adam dəm verir gözünün yaşına. Qoca sözünü qutaran kimi Koroğlu dəlilərə hökm elədi ki, qocaya kömək eləsinlər. Dəlilər tutuquşu kimi doluşdular zəmiyə. Bir su içim saatda qocanın bütün taxılını biçib, dərzləyib yığdılar bir tərəfə. Demək, kişinin verdiyi xəbəri artıq aydın oldu ki, burada Aslan Paşa var, namərd adamdır. Aslan Paşa haqqında bu qocanın sözləridir. Koroğlunun 3 dəlisini tutub, bu da məlum oldu və car çəkib xəbər verib ki, bugün dəlilər astıracaq. Və burada kişinin sözləri, təsiri sözləri var. Deyir ki, mən deyir, elə mərd oğulların belə namərd əlində ölməyini qəbul edə bilmirəm. Döyüş eləsəydi, təkbətək vuruşub öldürsəydi, adama o qədər yer eləməzdi. Amma mən deyir, yaşım 100-dən çoxdur, əlimdən bir iş gəlmir. Burada qocalıq haqqında maraqlı bir söz deyir. Atalar deyib ki, deyir, adam əli ilə iş görə bilmədi, güc verər dilinə. Demək ki, özünü deyir ki, əlimlə iş görə bilmirəm, 100-dən artıq yaşım var, yəni döyüşə bilmirəm. Gücü verər dilinə, yəni danışmağa. Amma görsöz deyir, dildəki bağlıdır. İxtiyar oldu bəylərin, paşaların əlində, onda əlaş qalır gözə. Gözünün yaşını, yəni ağlamağını bu cür göstərir. Və qoca əmr eləyir, hökm eləyir, Koroğlu hökm eləyir, dəlilər qocanın bütün taxılını biçib qutarırlar. Qoca mat-mat baxırdı ki, görəsən bunlar kimdilər, nə eləmək istəyirlər. Bir fikrindən keçdi ki, bəlkə bunlar Aslan Paşanın adamlarındandılar, taxılı yandırmaq istəyirlər. Amma baxdı ki, yox, bu düşmənçiliyə oxşamır. Elə ki, dəlilər qutardılar, Koroğlu qocaya dedi, qoca, bir və agah ol.
Dediyin Koroğlu mənəm. İndi bu saat sənin o Aslan Paşanın ürəyinə bir od qoyacağam ki, məşşərəcən yansın. Biz bu saat şəhərə girəcəyik. Sən də bir böyük xurcunla Aslan Paşanın xəzinəsinin qabağında məni gözlərsən. Koroğlu artıq kimliyini qocaya bildirir, gedəcəyini də bildirir və bir kisə ilə Aslan Paşanın xəzinəsinin qabağında məni gözləyərsən deyir xurcunla. Koroğlu bunu deyib dəlilərə hay vurmaq istəyirdi ki, yola düşsünlər. Qoca dedi, Koroğlu ayaq saxla. Görürəm ki, Aslan Paşa səni yaman qəzəbləndirib. Odur ki, gözlərin qızıb. Ancaq şəhərə belə girmək olmaz. Səni tanıyarlar. Sən özün şəhərə tək gir. Adamların da qoy 5-5, 10-10 olub cəmaata qarışsınlar. Koroğlu dedi, dəlilərim, mən Aslan Paşanın məclisində olacağam. Onların o qədər başlarını qatacağım ki, siz yerlərinizi tuta biləsiniz. Mən əlimi bığlarıma çəkməmiş bir adam yerindən tərpənməsin. Demək, bu söz qocanın məsləhəti Koroğlunun ağlına batır və o dəlilərə deyir ki, mən tək gedirəm, siz də gələrsiniz. Koroğlu sözünü qutardı, ondan sonra paltarların üstündən bir aşıq paltarı geyindi, çiyninə də bir saz salıb yola düşdü. Aslan Paşa bir kef damaqda idi ki, gəl görəsən. Meydanın başında taxt qurdurub əyləşmişdi. Təbil vuruldu, Sədr Əzəm irəli gəlib cəmaata deməlisini dedi, tapşırmasını tapşırdı. Sonra bir dəstə yaraqlı əskər gətirib cəmaatın qabağında bir cərgə düzdülər ki, işdi, bəlkə birdən qarışıqlıq zad oldu. Elə kəriş qutardı, cəllad Eyvazı dar ağacına gətirdi. Demək, Koroğlu sözünü deyib aşıq paltar geyinir, gəlir məclisə. Aslan Paşa'nın burada söhbət keçir Aslan Paşa'ya. Aslan Paşa kefi kök, damağı çağ, meydanda taxt qurdurub indi Koroğlunun dəlilərinin dar ağacından asdıracaq və Sədr Əzəm gəlib cəmaata tapşırıqlarını verir. Hətta bir dəstə yaraqlı əskər də cəmaatın qabağında düzürlər ki, birdən qarışıqlıq zad olar. Hər ehtiyatdan, yəni, hər şey görüb qutarandan sonra Eyvazı dar ağacına gətirirlər. Elə bu dəmdə Koroğlu özünü saldı meydana. Aslan Paşa gördü ki, budur. Bir aşıq çiynində saz girdi ortalığa. Dedi, aya, yanşaqsan mı? Koroğlu dedi, bəli paşam, yanşağım. Aslan Paşa dedi, aya, heç Koroğlunun sözlərindən bilirsənmi? Koroğlu dedi, ay paşa, izin ver sənə söz oxuyum, söz olsun. Koroğlu nə adamdır ki, onun sözü belə məclisdə oxunam. Demək, Eyvazı dar ağacına gətirəndə Koroğlu aşıq paltarında girir meydana. Onu görəndə Aslan Paşa aşıq görəndə biraz da sevinir ki, məclis biraz da yaxşı keçəcək. Ona görə Koroğludan aşıq olub olmadığını soruşandan sonra və ona deyir ki, Koroğlunun sözlərindən oxu. Amma Koroğlunun cavabını gördü. Koroğlu deyir ki, Koroğlu cavab verir ki, izin ver başqa sözlərdən sən oxuyun. Bu Koroğlu kimdir ki, onun sözlərini belə məclisdə oxuyaq. Paşa da cavab verir ki, sən bilmirsən, mən Koroğlunun 3 dənəsini tutmuşam. Bu şadyanalıq da onun şadyanalığıdır. İndi sən biraz Koroğlunun sözlərindən de ki, onların ürəkləri açılsın. Koroğlu bir dönüb dar ayağında, dar ağacının altında dayanan Eyvaza, Dəmirçioğluna, Bəlli Əhmədə baxdı. Bir də dönüb cəmaatın içində dayanan dəlilərinə baxdı. 3 telli sazın bağrına bastı. Barmaqlarını cütləyib tellərə elə vurdu ki, meydan səsə gəldi. Qızıl quş kimi bir dəfə meydanı fırlanıb dedi. Burada bu janr, dediyi bu şeirin janrı qoşmadı. Dəlilərim, bugün dava günüdür. Müxənnət ölkəsi talanmaq gərək. Qoç igidlər yarasından bəllənər, şərbət tək qanına yalanmaq gərək. Koroğlu içəndə düşmən qanını, mərd meydanda nərəsindən tanını, qırın vəzirini, tutun xanını, leş-leşin üstünə qalanmaq gərək. Aslan Paşa dedi, sağ olaşıq, lap Koroğlu kimi oxuyursan. Koroğlu dönüb dar ağacındakı dəlilərə baxdı. Dəmirçioğlu gözünü, demək, dəlilərə baxır, nə görür? Görür ki, Dəmirçioğlu gözünü zilləyib dar ağacına. Bəlli Əhməddə bir dar ağacına. Bildi ki, bunlar qollarının açılmağına bənddirlər ki, ağaçları dibindən çıxardıb işə başlasınlar. Dönüb Eyvaza baxdı. Gördü, yox, Eyvaz özgə haldadır. Dar ağacının dibində dayanıb gözünü zilləyib Koroğluya. Özü də sevindiyindən gözləri dolub. Koroğlu onu belə görəndə ürəyi tab gətirmədi, dedi.
Demək dəlilərin ikisi Dəmirçioğlu ilə Bəlləhməd gözləyirlər ki, bunların qolu açılsın, dar ağacın kökündən çıxardıb düşsünlər qoşunun canına. Amma Eyvaz yox. Eyvaz dayanıb gözünü də zilləyib Koroğluya, sevincdən gözləri də dolub. Eyvaz axı bir növ uşaq deyək, 15 yaşı var. Canım paşa, gözüm paşa, paşa qoy gəlsin Eyvazı. Budur sənə sözüm paşa, paşa qoy gəlsin Eyvazı. Bu gəraylı janrındadır. Göydən ildırım tökdürürəm, yurdunda bostan əkdirəm, torpağın darı çəkdirirəm, paşa qoy gəlsin Eyvazı. Əyləşib paşalar, bəylər, sinəmdən baş verib millər, Koroğlu iltimas eylər, paşa qoy gəlsin Eyvazı. İltimas eylər xahiş mənasında işlənib, dastanın bir neçə qolunda bu var. Koroğlu oxumağında olsun, paşa qulaq asmağında, dəlilər də gözləməyində sənə kimdən deyim, Giziroğlu Mustafa bəydən. Bağdad tərəflərdə Giziroğlu Mustafa bəy adında adlı sanlı bir igid vardı. Giziroğlu Mustafa bəy doğrudan da qoçaq, qolu qüvvətli bir adam idi. Atası keçmişdə gizir olmuşdu. Sonra Xodkarın üzünə ağ olduğuna görə onu dar ağacından asmışdılar. Deyirlər ki, Giziroğlu Mustafa bəy o zamandan 40 atlı ilə dağlara çəkilmişdi. Paşalarla ədavət saxlayırdı. Hərdən atasının düşmənlərindən birinin üstünə gedib tutub dar ağacından asardı. Yenə də çıxıb dağlara çəkilərdi. Giziroğlu Mustafa bəy çoxdan idi ki, Koroğlu ilə qabaqlaşmaq istəyirdi. İki qoçun başı bir qazanda qaynamaz deyiblər. Odur ki, Giziroğlu da deyirdi, ya gərək Koroğlunun adı deyilə, ya mənim. Deməli, burada Koroğlu məclisdə oxumağında, söhbəti burada dastanı söyləyən aşıq saxlayır, keçir, Giziroğlu Mustafa bəydən məlumat verir. Giziroğlu Mustafa bəy kimdir? Onun kimliyi haqqında burada deyilir. Bağdad tərəflərdə. Adlı sanlı bir igiddir. Qoçaq idi, qolu qüvvətli adam idi. Onun atası keçmişdə gizir olmuşdu. Sonra Xodkarın üzünə ağ olmuşdu. Ona görə də onu dar ağacından asmışlar. Və atasının intiqamını almaq üçün, burada bir şey qeyd edək, Koroğlu atasının intiqamını almaq üçün başlamışdı. Və Xodkarın deməli atasının intiqamını almaqdan ötürü 40 nəfərlə, 40 atlı ilə dağlara çəkilmişdi. Paşalarla ədavət saxlayıb. Hərdən də atasının düşmənlərindən birini öldürürdü və yenə də dağlara çəkilirdi. Koroğlunun adını Giziroğlu Mustafa bəy də eşitmişdi. Ona görə də öz-özünə deyirdi ki, bir tərəfdə ya gərək Koroğlunun adını desinlər, ya o olsun, ya mən. Yəni ikimizdən birimiz olaq. Ona görə də axtarırdı ki, Koroğlu ilə hardasa rastlaşsın və onunla güləşsin deyək, döyüşsün deyək ki, görək hansı daha güclüdür. Koroğlu da Giziroğlu Mustafa bəydən çox eşitmişdi. Demə, hər ikisi bir-birinin adını eşitiblər. Bəli, xəbər gedib çatdı Giziroğlu Mustafa bəyə ki, Aslan Paşa Koroğlunun 3 dəlisini tutturub, özlərini də bu gecə astıracaq. Giziroğlu öz adamlarının başına yığıb dedi. Demək, o da bunu eşitir, Giziroğlu Mustafa bəy. Eşitir ki, Koroğlunun dəlilərini astıracaq. Ona görə də adamlarını başına yığıb deyir ki, mənim Koroğlu ilə haqq hesabım var. Bu öz yerində. Bir gün gələr, görüşərik, haqq hesabımızı çəkərik. Amma Aslan Paşanın bu nakişliyinə mən dözə bilmərəm. Axı Koroğlunun dəlilərinin ki, onunla heç bir işi yox imiş. Bütün görənlər deyir ki, çölün düzündə durna ovlayırlarmış. Aslan Paşa bu nakişliyi eləyir ki, Xodkara xoş gəlsin. Mən qoymayacağım o dəliləri öldürsün. Demək, xəbəri eşitir ki, Giziroğlu Mustafa bəy, əlbəttə o da igid adamdır, deyir ki, Koroğlu ilə ədavətim öz yerində. Amma Aslan Paşanın bu nakişliyinə mən dözə bilmərəm. Deyirlər ki, görənlərin deyir, hamısı deyir ki, bu dəlilər çölün düzündə ov eləyirlərmiş. Aslan Paşa bunu ancaq Xodkara xoş gəlmək üçün eləyir. Ona görə də buna imkan verməyəcəm, deyir. Başın adamları da Koroğlunun, Giziroğlunun sözünü bəyənirlər və mərdliyinə afərin deyirlər. Durub hamısı yaraqlanıb Bağdada gəlirlər. Demək, onlar da gəliblər ki, Koroğlunun dəlilərini azad eləsinlər. Meydandan biraz aralı bir təpə kimi yer var idi. Giziroğlu çıxdı təpənin üstünə ki, görsün meydanın ortasında nə var, nə yox. Deməli, meydandan aralıda hündür bir yerə Giziroğlu çıxır
və baxır ki, görsün meydanda nə gedir, iş nə yerdədir. Baxdı ki, Koroğlu aşıq paltarında oxuyur. Onun bu igidliyinə məəttəl qalıb ürəyində afərin dedi. Koroğlunu oxuyan görür və ürəyində afərin deyir. Dayanın görək bu işin axırı necə olacaq, öz adamlarına deyir. Mən heç inana bilmirəm ki, o bu qoşunun içindən öz dəlilərini qurtarıb qaçırda bilər. And içirəm, dayanıb axıracan gözləyəcəyəm. Əgər gördüm ki, gücü çatmır, gedib kömək eləyəcəyəm. Yox, gücü çatdı, qurtardı, onda dalınca gedib şəhərdən çıxandan sonra onunla məsələni ayırt edəcəyəm. Ya ona verən Allah, ya mənə. Belə deyir və Gizroğlu Mustafa bəyin bir dənə deyir şeşbəri var idi. Burada Gizroğlu'nun şeşbəri haqqında məlumat verir. Ucu haça. Bu elə bir şeşbərdir ki, məşhuri aləm. Gizroğlu haman haça şeşbəri qaldırdı başına. Bir dəfə hərləyib tulladı. Koroğlu bir də gördü qabağına bir şey düşdü. Belə baxanda gördü Gizroğlu'nun haça şeşbəridir. O saat işi başa düşdü. Demək burada yenə də ixtisarla verildiyinə görə bəzi yerlər qısa yazılıb, aydın olmur bir növ. Deməli Gizroğlu öz adamlarla gəlir, hündür təpənin başına çıxır, Koroğlunu aşıq paltarında oxuduğunu görür, ona heyran qalır və adamlarına deyir ki, qoy gözləyək görək bu işin axırı nə olacaq tək başına. O dəlilərin arasından tək başına o bu qədər adamın arasından dəlilərini necə xilas eləyəcək. Amma biraz gözləyir. Biraz gözləyir, görür ki, heç bir səsləmir yoxdur. Öz-özünə düşünür ki, Gizroğlu. Bəlkə təkdir, hələ dəliləri gəlməyib, təkdir deyənə qorxur. Qoy deyib, ona bildirim ki, buradayam, narahat olma. Buradayam, lazımsa sən mən də kömək eləyə bilərəm. Ona görə də həmin o məşhur şeşbəri atır meydana. Şeşbər gəlir düz Koroğlu'nun qabağında yerə düşür və Koroğlu onu o saat tanıyır ki, bu Gizroğlu'nun şeşbəridir. Və o saatda məsələni başa düşür ki, Gizroğlu da buradadır və ona kömək eləməyə gəlib. Sədr Əzəm ağzını paşanın qulağına yapışdırıb dedi. Paşa sağ olsun, mənim bu aşıqdan gözüm su içmir, bu Koroğlu'ya oxşayır. Demək, Aslan Paşa şeşbəri görən kimi bu nədir deyir. Koroğlu orada şeirdən Aslan Paşa'ya cavab verir ki, Gizroğlu şeşbər atdı, şeşbər yerə keçdi sandım. Belə bir şeir söylüyor, daha doğrusu aşıq mahnısı oxuyur. Və bu anda Aslan Paşa biraz qorxur və deyir ki, işi tezləşdirin. Bu halda Sədr Əzəm də gəlir Paşanın qulağına deyir ki, bu adam Koroğlu'ya oxşayır, bu aşığı. Və bundan sonra Aslan Paşa deyir ki, tez olun, yəni dəliləri tez asın. Birinci Eyvazı çəkib gətirirlər dar ağacına. Gözləyirdi ki, aşıq və gözləyir ki, aşıq qutarsın, sonra ipi Eyvazın boğazına keçirsin. Koroğlu bir dəli nərə çəkib dedi. Hoydu dəlilərim, hoydu, yeriyin meydan üstünə. Havadakı şahin kimi tökülün alqan üstünə. Koroğlu çəkər haşanı, bəylər edər tamaşanı. Mən özüm Aslan Paşanı, hərəniz bir xan üstünə. Demək, Koroğlu nərə çəkir, bu şeir oxuyub. Əlində bığına çəkir. Burada şeirdə də göstərir ki, mən özüm Aslan Paşanı, yəni mən Aslan Paşanı mən özüm öldürəcəm, sizin də hərəz bir xanın üstünə tökülün, deyir. Koroğlu oxuya-oxuya əlini bığına çəkdi, dəlilər töküldülər, ara qarışdı. Dəlilər də artıq bu arada hamısı adamların arasındaydılar, öz yerlərini tutmuşdular. Koroğlu bir həmlədə özünü Aslan Paşa'ya çatdırdı. Misri qılıncın çəkilməyi ilə Aslan Paşa'nın başının yerə düşməyi bir oldu. Dəlilər tənabları qılınçladılar, Eyvazı, Dəmirçioğlunu, Bəlləhmədi azad elədilər. Koroğlu bir də onu gördü ki, meydanın bir başında bir dənə dar ağacı qalxır, enir. Hər dəfədə 10-15 adamı xırtxaşil eləyir. Baxdı ki, biri Dəmirçioğlu, biri də Bəlləhməd. Hərəsi öz dar ağacını çıxarıb alıb çiyninə, düşüb qoşunun içinə. Yəni ki, aydın oldu burada da Koroğlu əlini bığına çəkən kimi dəlilər töküldülər. Koroğlu Aslan Paşanı öldürdü. Eyvaz, Dəmirçioğlu, Bəlləhməd azad elədilər. Eyvaz, Dəmirçioğlu ilə Bəlləhməd hərəsi öz dar ağacını götürür, düşür düşmənin canına. 10-15'ini də birdən xurtxaşil eləyirdilər. Koroğlu qılınc vura-vura özünü çatdırdı xəzinənin qapısına. Gördü qoca buradadır. Qapıya bir amud ilişdirdi. Bayaq qapı parça tikə olub yerə töküldü. Çağırdı ki, qoca gəl.
Qoca gəldi, Köroğlu soruşdu, bəs xurcunun hanı? Qoca dedi, ay bala, valla sevindiyimdən bilmirəm heç nə elədim. Köroğlu dedi, eybi yoxdur, gir içəriyə. Qoca girdi içəriyə, Köroğlu ona bir kisə qızıl verdi. Dəlilərdən ikisini də qoşdu ona ki, aparın bunu sağ salamat qoyun evinə, sonra gəlin. Demək Köroğlu qocaya da belə köməklik elədi və bundan sonra deməli qocaya bir kisə qızıl verir, dəliləri də onu tapşırır ki, aparıb evinə sağ salamat qoyub gəlsinlər. Və indi isə kimdən deyim? Giziroğlu Mustafa bəy ilə Köroğludan. Elə ki, dəlilər Çənlibelə tərəf yol başladılar. Köroğlu üzünü Kosa Səfərə tutub dedi. Kosa Səfər, buradan Çənlibelə neçə yol var? Kosa Səfər dedi, buradan Çənlibelə 2 yol var. Biri haman bu yoldur ki, gedirik. Biri də dağ yoldur ki, bax o təpələrin dalından tiklənir. Köroğluya da elə bu lazım idi. Üzünü dəllərə tutub dedi. Siz bu yolla gedin, mən dağ yoluna gedəcəyəm. Əgər siz məndən qabaq Çənlibelə çatdınız, demək ki, uşaqları siz mənsiz qutarıbsınız. Aslan Paşanın xəzinəsinin hamısı sizə çatacaq. Yox, əgər mən tez çatdım, onda xəzinənin hamısı mənimdir. Bu da bir şey deyim ki, qeyd edeyim ki, Köroğlunun da məqsədi var idi. Əslində dəliləri göndərmək, çünki bilirdi ki, Giziroğlu gələcək. Giziroğlu işi belə görəndən sonra o da öz dəlilərini göndərir. Deyir ki, mən gedim Köroğlu ilə haqq hesabımı çəkib gələcəm. Köroğlu da bunu bilirdi. Ona görə o da öz dəlilərini göndərir. Özü təpənin dalı ilə, yəni o Kosa Səfərin göstərdiyi yolla getməyə başlayır. Bunu deyib Köroğlu qırata bir qamçı göstərib təpəni açdı. Dəlilər işdən bixəbər hərə öz atına dəyib yola düşdülər. Köroğlu qıratı qaytarıb təzədən təpəyə çıxdı. Elə ki, arxayın oldu ki, day dəlilər çıxıb gediblər, ondan yola düşdü, papağını da gözünün üstünə qaldırıb, qıratı yavaş-yavaş çayın kənarı ilə sürməyə başladı. Elə biraz getmişdi, uzaqdan bir at kişnəməyi işitildi. Köroğlu dönüb gördü, Giziroğlu Mustafa bəy. Öz alapaça atının üstündə budur. Elə gəlir, tozu dumana qatıb, duman toza. Qırat alapaçanın səsini eşitcək dayandı. Köroğlu nə qədər elətsə at yerindən tərpənmədi. Köroğlu qandırılıb geriyə baxdı ki, görsün Giziroğlu uzaqdadır, yaxında. Bir də gördü ki, təpəsinə bir əmud dəydi. Köroğlu özünü atın üstündə saxlaya bilməyib təpəsi üstə yeri gəldi. Aydındır məsələ. Düşüb onun deməli təpəsi üstə yerə dəydi. Köroğlu özünü atın üstə saxlaya bilməyib təpəsi üstə yerə dəydi, yumalanıb suya düşdü. Giziroğlu tez əlindəki əmudu yerə atıb, qılıncını çəkdi ki, düşüb onun başını kəssin. Köroğlu cəld sudan çıxıb onun öz əmudunu götürdü. Giziroğlunun təpəsinə elə bir əmud vurdu ki, bu dəfə Giziroğlu dığırlanıb çaya düşdü. Cəld qalxıb sudan çıxmaq istəyəndə Köroğlu əlini uzadıb yapışdı onun əlindən. Çəkib çıxartdı bayra. Ondan əl atdı misri qılınca ki, dava başlasın. Giziroğlu dedi, Köroğlu, əl saxla. Sənin mənimlə bir ədavətin zadın yoxdur ki. Köroğlu dedi, mənim xeyr, sənin mənimlə ədavətin var. Giziroğlu dedi, yox, mənim də yoxdur. Mən istəyirdim biləm görəm, sən güclü olarsan ya mən. Onu da ki gördüm. Day, bundan sonra bizim vuruşmağımız axmaqlıqdır. Əl ver, dost olaq. Köroğlu ilə Giziroğlu əl verdilər, görüşdülər, öpüşdülər, bir-biri ilə dost olub ayrıldılar. Giziroğlu oradan birbaş gəlib çatdı öz adamlarına. Soruşdular ki, nə oldu? Hanı Köroğlunun başı? Giziroğlu əhvalatı necə olmuşsa onlara danışdı. Adamların arasında çapış başladı ki, bəs yalan deyir. Giziroğlu nə qədər detsə inanmadılar. Hətta adamlar orada indi yenə qısaldılmış şəkildə verib deyirlər, qorxusundan heç Köroğlu tərəfə getməyib filan. Belə sözlər deyirlər. Axırda Giziroğlu inanmırlar. Axırda Giziroğlu deyir ki, indi ki belə oldu, gəlin gedək lap Çənlibelə. Soruşun onun özündən. Əgər o mərd adamdırsa düzünü deyər. Yox, əgər namərdlik eləsə, yalan danışsa, mən lap sizin gözünüzün qabağında onunla vuruşum, siz də tamaşa eləyin. Hamısı bu sözə razı oldular, atlanıb Çənlibelə tərəf yol başladılar. İndi eşidin dəlilərdən. Dəlilər də at sürdülər, yol yordular. Demək, gəlib çatdılar Çənlibelə. Xanımlar qabağa çıxdılar. Kosa Səfər uzaqdan Nigar xanımı görəcək qışqırdı ki, Nigar xanım, bircə də görüm Köroğlu gəlib ya yox. Nigar xanım yox, gəlməyib dedi.
Kosa Səfər dedi, çox yaxşı. Axırı ki, heç olmasa bircə dəfə mərci biz apardıq. Mənzil başına ondan tez gəldik. Elə bu dəmdə Qırat bərk işnədi. Dönüb gördülər ki, Qırat yağı qoruğunda otlayır. Koroğlu da böyrü üstə göy otun üstündə uzanıb gülə-gülə deyir. Hardasınız? Sizi gözləməkdən gözümün kökü saraldı ki. Kosa Səfər dedi, yenə mərci sən utdun. Koroğlu dedi, mərci mən utdum. Ancaq bizim bir adətimizdə var axı. Həmişə mənzil başında kim mənə hamdan qabaq salam versə, mən ona 100 qızıl verərəm. O başdan hərəzə 100 qızıl borçluyam. İndi də ki, səhər tezdən yenə də 7777 dəli hamınız birdən gəlibsiniz. Aslan Paşanın xəzinəsində də bu qədər qızıl elə ancaq olar. Odur ki, xəzinə sizə çatır. Necə istəyirsiniz, eləcə də öz aranızda bölüşdürün. Demək, xəzinəni dəlilərin arasına bölüşdürdülər və məlum oldu ki, aydın oldu ki, Koroğlu dəlilərdən Giziroğlu ilə döyüşəndən sonra da onlardan qabaq gəlib Çənlibelə çatıb. Dəlilər hamısı atdan töküldülər, süfrə açıldı, dəlilər yeyib içməkdə, çalıb oynamaqda olsunlar, eşit Giziroğlu'nun dəstəsindən. Dəstə gəlib o zaman çatdı ki, dəlilər şirin kefdə idilər. Giziroğlu Mustafa bəy dedi ki, bu saat bunların keyflərini pozmaq heç insafdan deyil. Gözləyək, qutarsınlar sonra. Bir tərəfdə dayanıb gözləməyə başladılar. Nigar xanım dedi, Koroğlu, indi danış görək necə getdiniz, uşaqları necə qutardınız. Koroğlu başdan başlayıb əhvalatı axıracan danışdı. Amma Giziroğlu'nun adını çəkmədi. O barədə bir kəlmə də kəsmədi. Nigar xanım dedi, ay Koroğlu, sən ki belə gitsən, görürsən bu dünyada sənin kimi ikinci bir adam da var, ya elə anan sənin təkdə olub. Koroğlu bir söz demədi. Yavaşca qalxıb, Aşıq Cununun sazını aldı, bastı bağrına, dedi. Anadan oğul doğulubdur, Giziroğlu Mustafa bəy. Bu dünyaya tək gəlibdir, Giziroğlu Mustafa bəy. Bir atı var alapaça, aman vermir Qırat qaça. Şeşbərinin ucu haça, Giziroğlu Mustafa bəy. Hay deyəndə haya basar, huy deyəndə huya basar, Koroğlunu çaya basar, Giziroğlu Mustafa bəy. Koroğlu sözünü qutaran kimi Giziroğlu Mustafa bəy gizləndiyi yerdən çıxıb məclisə gəldi. Dedi, Koroğlu, sən doğrudan da mərd adamsan, ancaq özgəsini çox şir deyib, özünü çox kiçildirsən. Dayan, indi mən düzünü danışacağım. Ondan Giziroğlu başlayıb əhvalatı necə olmuşsa, əvvəldən axıra kimi danışdı. Nə bir kəlmə o yana elədi, nə bir kəlmə bu yana. Koroğlu'ya Giziroğlu təzədən qucaqlaşdılar, öpüşdülər, görüşdülər, qardaş oldular. Giziroğlu'nun adamları da gəlib məclisə girdilər. Məclis təzədən başlandı. Əsərin məzmununu öyrəndik. Təhli haqqında da bəzi şeyləri deyək. Burada hadisələr iki süjet üzrə inkişaf eləyir. Bir, Koroğlu'nun Eyvazı və dəliləri xilas eləməsi xəttidir. Bir də Koroğlu ilə Giziroğlu Mustafa bəy xətti. İki xətt. Əsas xətt, bəli, Koroğlu'nun Bağdad səfərində dəlilərini xilas etməsidir. Giziroğlu Mustafa bəy kiçik xətti, amma xüsusi bir xətt kimi, yadda qalan bir obraz kimi. Ümumiyyətlə, Giziroğlu Mustafa bəy haqqında mahnılar da var. O da məşhur adamlardan, dəlilərdən birisi olub və burada da Koroğlu ilə qarşılaşdırılması var. Bu qolda da mərdliklə namərdlik üz-üzə gəlir. Mərdliyin tərəfində olanlar əlbəttə ki, Koroğlu və dəliləri, namərdliyi təmsil edən tərəf isə Aslan Paşa və onun adamlarıdır. Burada qoruqçu Aslan Paşaya xəbər aparır Koroğlu'nun dəliləri barədə. Dədə Qorqud dastanında da casus xəbər aparır. Orada da casuslar var idi, həmişə xəbər aparırlar. Ümumiyyətlə, o dastanla bu dastanda bu xüsusiyyətlər nisbətən eynilik təşkil edir deyə bilərik. Sonra oğlun əsirlikdə olması məqamında Dədə Qorqud dastanında var. Bunu da eyniləşdirmək olar. Burada Eyvaz əsirlikdə olur, orada Uruzun əsir olduğu boy var. Burada Koroğlu meydana döyüşə dəlilərlə birlikdə girir, dəlilərlə birlikdə gedir. Aşıqlıq eləmək bir neçə qolda var, o cümlədən burada da var. Və bu qolda Koroğlu özünü həm tacir kimi, həm də aşıq kimi təqdim edir. Özünü tacir kimi təqdim elədiyi qocadır, hansı ki sonradan ona qızıl verir, köməklik eləyir, dəlilər onun taxılını biçirlər. Bir də aşıq kimi, burada da Aslan Paşaya özünü aşıq kimi təqdim eləyir.
Qıratla Misri Qılıncın adı da burada çəkilir. Misri Qılınc Dəmirçioğlu'nun əlindədir. Dəmirçioğlu Misri Qılıncla vuruşur. Qıratı minən isə Eyvaz olur. Ama bir şey var ki, burada Misri Qılıncın aqibəti necə olur o deyilmir. Çünki Dəmirçioğlunu tuturlar. Tuturlarsa demək Misri Qılınc da Dəmirçioğlunun əlindən almış. Amma onun aqibəti haqqında bir şey deyilmir. Amma Qırat məlumdur ki, Xoca Əziz Qıratı alır və Çənlibelə gedir. Belə hələlik bu qədər. Növbəti qollar da sizə təqdim olunacaq inşallah.